Keçid Alağın 21-ci testdə, interrogative mövzusundakı 21-ci testdə choose the correct variant. Doğru variantı seçin. You will stay at home in the evening. Sən axşam evdə qalacaqsan. Burada bildiyimiz kimi bu double L nə deməkdir? You will deməkdir, düzdür? Əgər you will-dirsə, you will-in inkarı necə düzəlirdi? Want kimi, düzdür? İnkarı want. Yəni you will stay, sən qalacaqsan evdə tək. You won't stay, sən evdə tək qalmayacaqsan. Biz də bilirik ki, tag questions ikinci tərəf, əgər birinci tərəf təsdiqdədirsə, ikinci tərəf nə olacaq? İnkarda. Bizə deməli lazımdır nə? İnkar. Düzdürmü? Ona görə də bizdə elə baxan kimi cümlə, test daha doğrusu, testin cavabı gözümüzün önündədir. Baxan kimi adamın gözünə batır, necə deyərlər. Ona görə də variant burada A variantıdır. You'll stay at home in the evening. Axşam evdə qalacaqsan. Eləmi? A variantı. Cavab A variantıdır. Keçid Alağın 22-ci testdə. It's our second visit to Paris. Bu bizim Parisə ikinci səfərimizdir. Cümlə belə cümlələrdir. Yenə yuxarıdakı kimi cümlədir. Cümləmiz nədədir? Təsdiqdə. Bizə nə lazımdır burada? İnkar. Düzdürmü? İnkar. İnkar lazımdır. Üstəlik də ki, sual necə düzələr bu cümlənin? İz keçər cümlənin önünə. Düzdür? Is it our second? Belə olardı. Ona görə də biz bilirik ki, deməli, əgər önə keçirsə bu sualda, fikir verin, əgər bu sualda önə keçirsə, is it olursa, deməli, izi veririk. Düzdürmü? Biz dedik axı sualını qeyri-müəyyən zamanda bunun sualı düzəlir izlə, bu cümlə olur izlə düzəlir. Çünki to be-si var, keçir önə. Bir də bizə nə lazımdır ikinci tərəfdən? Not. Not inkar hissəcək. Notun da qısa forması isn't kimi oxunur. Düzdürmü? Ona görə də olur isn't it? It's our second visit to Paris. Bu bizim Parisə ikinci səfərimizdir. Elə deyilmi? Yes, that's true. A variantı. Cavab A. 22-də A. Əgər nəsə anlaşılmaz bir şey olsa, siz kommentlərə yazaraq bildirə bilərsiniz. Onu cavablaya bilərəm, əziz abituriyentlər. Yəni çəkinməyin çox yazmaqdan. Nə sualınız varsa buyurub yaza bilərsiniz. 23-cü testdə Keçid Alağın. Did you sell the bike to? Biz bilirik ki, baxın, burada to varsa, to nəyə işarə edir? İşarə edir ki, mən burada who istəyirəm. Çünki to who'ya göndərməkdir. Who'ya aiddir. O to, yəni how-la işlənə bilməz, when-la işlənə bilməz, how much-la işlənə bilməz, why-la işlənə bilməz. Cümləni tərcümə belə eləmədən avtomatik tapdıq ki, variant is A. Who did you sell the bike to? Sən velosipedi kimə satdın? Kimə mənasıdır. Whom-la da olardı cümlə. Whom-da axı kimə deməkdir. Amma burada who veriblər, who to ilə düzəlir. Amma whom özündən sonra preposition götürmür, yadda saxlayın. Whom to olmaz. To whom olar, belə. To whom, bu olar. Amma whom to olmaz, yadda saxlayın. Qətiyyən olmaz. Səhvdir. Keçid Alağın 24-cü testdə. Will you go to London with? Biz bilirik ki, with işlənir what-la, işlənir who-la, how-la işlənmir, where-la işlənmir, why-la işlənmir, when-la işlənmir. Cavab C. Who will you go to London with? Sən Londona kiminlə gedəcəksən? Variant is C. Keçid Alağın 25-ci testdə. Shoes have been mended. Deyir, ayaqqabılar təmir olunmuşdu. Bu present perfect-ün passividir. Yəni məchul növüdür. İndiki bitmiş zamanı məchuludur. Deməli, burada who shoes olmaz. Təbii ki, kim ayaqqabılar olmaz. Kimin ayaqqabıları olar? Whose kimin deməkdir? Kimin ayaqqabıları təmir olunmuşdu? Doğrudur, whose. Which də olar. Hansı ayaqqabılar təmir olunmuşdu? Bu da doğrudur. Dördüncüyə baxaq. How shoes. Necə ayaqqabılar təmir olunmuşdu?
Yox, bu doğru deyil. Bu qətiyyən doğru deyil. Məsələn, necəliyi bildirmək üçün, yəni başqa bir şeydən istifadə etmək olar. Məsələn, what kind of shoes, hansı ayaqqabılar, hansı növ ayaqqabılar belə olardı. Yəni ha-la heç cürə uyğun gəlmir. Ona görə də cavab burada elə 2-3-dür. İ variantı. Cavab İ variantıdır. 2-3. Keçid alağın 26-cı testimizə. 26-cı testdə deməli biz bilirik ki for, cümlənin sonundakı fora baxın. Biz bilirik ki for why ilə işlənmir, why ilə işlənmir, whose ilə işlənmir, how ilə işlənmir. Yalnız işlənir nə ilə? What ilə və who ilə. Cümlədə what, testimizdə what yoxdur. Who var, ona görə də who-nu götürürük. Tərcümə eləmədən belə cavabı tapdıq. İndi tərcümə eləyək. Who did you buy these jeans for? Sən bu cinsi kim üçün almısan? Cavab B variantıdır. Keçid alağın 27-ci testimizə. Purse. Purse pul kisəsidir. Cüzdan deyirik. Cüzdan deməkdir. Deməli, to. Aha, yenə deyirəm, cümləni heç tərcümə etmədən elə to-nu gördük. When to ilə işlənmir, how to ilə işlənmir, whose işlənmir, why to ilə işlənmir, işlənir who, kim. İndi tərcümə eləyək. Who does this purse belong to? Bu cüzdan kimə məxsusdur? Kimə məxsusdur? Kim sözü. Bu to burada A-ə, ya-yə şəkilçisi kimi gedir və who ilə işlənir. Who to belə gedir. Who, bax həmişə belə gedir. Who, nöqtələr, yəni cümlə gedir. Who to yanaşı olmur. Amma arasına girir cümlə, ən axırda da to. Eynən 27-ci testdəki kimi. Keçid alağın 28-ci testdə. 28-ci testdə deer have long legs. Biz bilirik ki, ümumiyyətlə deer sözü, deerdir, sheepdir, swinedir, fishdir. Bu sözlər hamısı təkdədə və cəmdədə eynidir. Bunların tək cəmliyini nə göstərir? Bir xəbərləri göstərir. Cümlədə olan xəbər. Bu xəbər göstərir. Bir də qarşısında artikel olması göstərir. Məsələn, an artiklı, məsələn, və ya an artikel olsa məsələn, bunlar bildirər ki, nədir? Bu cümlə, bu söz təkdə və cəmdədir. Yəni bu istisnalı sözlər təkdə və cəmdədir. İndi burada deyir ki, deer have long legs. Maralların uzun ayaqları var. Burada cümlə nədədir? Təsdiqdədir, eləmi? Təsdiqdədir. Deməli, bizə burada nə lazımdır? İnkar. Bizə burada inkar lazımdır. Biz təsdiqlərə çıxağın. Elə B variantında da bir dənə təsdiq. Bilirik ki, cümləyə sual nə ilə verirlər? Cümlə nədədir? Present simple-dadır, düzdür. Bu cümlənin sualı necə verirlər? Do you have long legs necə verirlər? Təbii ki, do ilə verirlər, düzdür. Do deer have long legs? Əgər do ilə verirlərsə, düzdürmü? Do ilə verilir. Biz də deyirik ki, bizə inkar lazımdır, düzdür. İnkar lazımdır. Bunun da inkarı necə olacaq? Do'nun inkarı. Don't, düzdür. Deməli, birinci tərəf nə olacaq? Don't. Don't. Deməli, biz buradan haven't çıxırıq. Doesn't çıxırıq. Çünki deer cəmdədir. Qalır don't, they ilə don't it. İndi biz nə bilək hardandır? Hansıdır? They deyə itdir. Biz bilirik ki, deyə burada nədədir? Cəmdədir. Hardan bildik? Yanındakı feildən. Əgər deyə təkdə olsaydı, o olasıydı nə? Has. Necə olasıydı bu burada? Has. Amma has'dir mi? Xeyr, has deyil. Have'dir. Ona görə də cümlə nədədir? Cümlə cəmdədir. Daha doğrusu isim cəmdədir. Ona görə də olacaq deyə they ilə. Axı they cəmdir. Olacaq nə? Don't they? Eləmi? Variant is A. Amaralların uzun ayaqları var. Eləmi? Variant is A. Keçid alağın 29-cu testimizə. 29-cu testdə lay the table. Ümumiyyətlə, abituriyentlərimiz, əziz abituriyentlərimiz, siz yadda saxlayın ki, burada lay sözü biraz qarışıq feildir. Lay, laid, onu öncəki videolarımda da demişdim. Haradasa 2-3 video öncə də bunu mən qeyd etmişdim. Lay, laid, laid. Orada da istəsəz baxa bilərsiniz.
Bu barədə danışmışam. Deməli, lay, laid, laid. Lay özü nə deməkdir? Lay özü uzatmaq, sərmək, özündən sonra mütləq nə istəyir? Tamamlıq. Bax, bu lay feili var ha. Mütləq özündən sonra tamamlıq istəyir. Bax, mütləq. Tamamlıq yoxsa deməli o səhvdir, yəni cümlə düzgün deyil. Və bu lay feilinin keçmişi laiddir. Participle to forması isə o da laiddir, eynidir. Deməli, burada, məsələn, deyirəm ki, mən stol açıram, süfrə açıram. Necə deyəcəm? I lay the table. Düzdürmü? I lay the table. İndi verirəm bunu keçmişdə. Olacaq nə? I laid the table. Cümlə gedir. Bəs bitmişdə olanda olacaq I have laid the table. Məsələn, recently, bu yaxınlarda bir stol açmışdım, məsələn. Orada fikir verin, burada. Burada lay, laid, laid olur. Bax, bu düsturu yadınızda saxlayın. Lay, laid, laid kimi. Və özündən sonra nə istəyir? Mütləq tamamlıq, isim istəyir. Belə olduqda cümləni tapmaq daha rahatdır. Deməli, cümlə nədir? Laid the table. Deyir, stol açdı. When varsa, bax, when qoysam əgər cümləyə, when'dən sonra nə gəlməlidir? When'dən sonra gəlməlidir? Auxiliary verb. Auxiliary verb nə idi? Yəni köməkçi feil. Məsələn, when did he lay the table? Nə vaxt? When did she? O nə zaman stol açdı? When did she lay the table? Belə olardı. When'dən sonra fikir verin, yoxdur. Deməli, biz burada mübtədaya sual verib. Burada əgər köməkçi feil olsaydı, onda biz when'ə qoyardıq. Və bir də mübtəda olsaydı. Ona görə bu da özündən sonra nə istəyir? Köməkçi feil istəyir. Köməkçi feil istəyir. Amma burada mübtədanın özünə sual verilib. I variantıda. Who laid the table? Kim stol, kim süfrə açdı? Kim stol açdı? Ona görə cavab I variantıda. Çünki who özündən sonra auxiliary verb, yəni köməkçi feil istəmir. Birbaşa feilə bağlanır. Fikir verin, who birbaşa neyinib? Bu laid feilinə bağlanıb. Who laid the table olur. Amma o digərləri nə istəyir özündən sonra? Auxiliary verb, yəni köməkçi feillərdən birini istəyir. Ona görə də variant is I. 29 I variantıdır. Keçid alağın 30-cu testdə. 30-cu testdə. 30-cu test oxuyağın. Are Nick's gloves. Burada Nick'in əlcəkləri. Elə gözümə bir anlıq çatdı. Where olar birinci, düzdürmü? Nick'in əlcəkləri hardadır? Where are Nick's gloves? Nick'in əlcəkləri hardadır? Whom? Whom kimədir? Kimə Nick'in əlcəkləri? Elə şey olar. Xeyr, elə cümlə doğru deyil. How many olmaz. Onda how many olsaydı neçə dənə? Onda olardı cütlə gedər. Çünki gloves özü cüt isimdir. Pair of gloves belə gedərdi. How many pair verməlidir. Ona görə 3 də səhvdir. How much olar niyə görə? Çünki burada how much o demək deyil ki, much işlənir sayılmayanlardan gloves sayılandı. Bəziləriniz bəlkə də elə fikirləşəcəksiniz, amma elə deyil. Çünki burada how much qiymətini, dəyərini istəyir. Məsələn, deyir ki, how much are Nick's gloves? Nick'in əlcəkləri neçəyədir? Qiymət barəsində onda how much sayılanlarla işlənir. Çünki orada qiymət mənasını başqa mənada yox. Yəni ki, neçə nə qədər deyil. Sırf neçəyədir qiyməti, filan şeyin qiyməti neçəyədir, dəyəri nə qədərdir, o mənada getdiyindən how much are Nick's gloves doğrudur. Və ya costla da vermək olar. Məsələn, what does, indi gloves cəmdə də do ilə verəcək. What do Nick's gloves cost? Məsələn, belə deyə bilərdik. Yəni ona görə cavab 1-2-dir. C variantı doğrudur. Keçid alağın 31-ci testdə. Train are you waiting for? Wait for bildiyimiz kimi gözləməkdir. For-la işlənir. Wait sözü həmişə. When, train olmaz. When-dən sonra nə gəlməlidir? Köməkçi feil, auxiliary verb gəlib, gəlməyib. Ona görə də when səhvdir. While-la for heç vaxt işlənməz. Where for düzgün deyil, işlənməz. Where-lə for işlənmir. Sonra how-la işlənmir. Necə qatara mindin, necə qatar
gözləyirsən. Yəni olurmu elə bir şey? Xeyr, tamamilə səhv cümlədir. Hansı qatarı gözləyirsən olardı? Sən hansı qatarı gözləyirsən? Variant is E. Belə cümlələrdə uşaqlar mütləq tərcümə də eləyin. Yəni tərcümə mütləqdir. Düzdür, elə olur, heç tərcüməsi də tapmaq olur, avtomatik o texnikalarla tapırsan. Amma tərcümə mütləqdir ki, daha yaxşı, daha aydın olsun deyə. 31-ci testin cavabı idi. 32-ci testi keçək. Platform are you looking for? Look for nədir? Yəni ki, bilirsiniz, axtarmaq deməkdir. Look for deyir, sən hansı platformanı axtarırsan, belə olar. Where ilə for getmir, harada axtarırsan. Why ilə for getmir, doğru deyil. How ilə getmir, when-dən sonra when birbaşa ismə birləşmir. Amma which birbaşa ismə birləşir. Məsələn, which girl, hansı qız? Which platform, hansı platformu? Məsələn, deyirəm ki, which platform are you looking for? Sən hansı platformanı axtarırsan? Which-dir, bir də whose var. Məsələn, whose girl, whose daughter. Məsələn, deyirəm, whose daughter entered the university? Kimin qızı universitetə daxil olub? Burada kimin, yəni who's-dan sonra birbaşa nə gəldi? İsim daughter. Which-dən sonra da fikir verin, birbaşa platform, yəni isim gəldi. Bunlar özlərindən sonra birbaşa isim qəbul edən sual sözləridir. Keçid alırıq. Deməli 32 variant B. 33-cü testi keçirik. 33-cü test. 33-cü testdə platform does the train go from? Deyir, qatar platformadan çıxdı. Hara platformadan çıxdı olmaz? Təbii ki, olmaz. Way özündən sonra birbaşa isim götürmür. Orada mütləq nə olmalıdır? Auxiliary verb eyni ilə when-də elə. How-da, how far-da. Amma which özündən sonra birbaşa isim götürür. Yəni platformu götürməyə normaldır. İndi tərcümə eləyən. Which platform does the train go from? Qatar hansı platformadan çıxır? Burada təbii ki, variant is C. Keçən 34-cü testdə. 34-cü testdə burada da eyni part nədir? Hissə, cümlənin isimdir. Düzdür? Part of Italy. İtaliyanın hissəsi. Deyir, part of Italy are you from? Sən İtaliyanın hissəsindən, hansı hissəsindənsən? Çünki which özündən sonra ilə avtomatik cavab tapıldı. Which özündən sonra birbaşa nə götürür? İsim götürür. When özündən sonra isim birbaşa götürmür. How götürmür. How long götürmür. Where götürmür. Ona görə də cavab belədir. Which part of Italy are you from? Sən hansı, İtaliyanın hansı şəhərindənsən? Variant is D. Keçid alağın 35-ci testdə. 35-ci testdə. Was he late for the party? Burada deməli deyir ki, o partiyə gecikmişdi. İndi deyər whom olarmı? Xeyr. Kimə gecikmişdi? Sonra whose kimin gecikmişdi? Nə gecikmişdi? Kim olmaz. Niyə görə? Çünki kim burada mübtəda var. Fikir verin, cümlənin mübtədası var. O var. O varsa biz ona necə eynilə həm sözü qoyaq, cümlə üzvünü qoyaq, həm də ona sual verək. Elə şey olar? Yox. Biz bilirik ki, nəyə sual verirsə, həmin cümlə üzvü nə olur? Təbii ki, cümlədən düşməlidir. Ona görə də burada kim, deməli cümlə belə olardı, əgər biz who ilə versəydik. Kim o partiyə gecikmişdi, elə olarmı? Xeyr, olmaz. Ona görə də E variantı səhvdir, cavab D variantı. O niyə görə? Why was he late for the party? O niyə görə partiyə gecikmişdi? Ona görə də cavabı D variantı. Keçid alağın 36-cı testdə. Is Kate studying at the university? Kate universitetdə təhsil alır. Kimin təhsil alır olmaz. Kimə təhsil alır? Kimin olmaz. Sonra kimə təhsil olmaz. Kim təhsil olmaz? Təbii ki, hansı təhsil olmaz. Nəyin təhsili alınır? Bəli, nəyin təhsili alınır? Nəyi oxuyur yəni? Bəli. What həm nə, həm də nəyi sualına cavab verdiyindən variant is B. 36 B. 37-ci testə keçək.
Choose the correct interrogative word. Yenə doğru cavabı, doğru sözü istəyir. Doğru sual sözü istəyir. Did you send your letter to? Biz bilirik ki to varsa to nə ilə birləşir? Why ilə birləşmir, how much ilə birləşmir, when ilə birləşmir, how ilə birləşir. Öncəki testlərdə də dedim, who to olur. Who özündən sonra cümlə gəlir, sonra isə sonda isə to yazılır və kimə mənasını gətirib çıxarır, kimə mənasını daha doğrusu verir və tərcümə belə gedir. Who did you send your letter to? Sən məktubu kimə göndərdin? Sən məktubunu kimə göndərdin? Variant is B. 38-ci testə baxaq. Did you go to Egypt last year? Deməli, Misirə getməkdən danışır. Burada 38-ci testdə deyir ki, whom did you go? Kimin sən getmisən olmaz təbii ki. Kimə getmisən olmaz, kimin getmisən olmaz. Neçə dənə getmisən, kim getmisən olmaz. Niyə getmisən olar da? Why did you go to Egypt last year? Həm də who özündən sonra götürmür auxiliary verb. Amma burada auxiliary verb var. Ona görə də cavab da why-dır. Tərcümə eləyən. Why did you go to Egypt last year? Dünən sən, keçən il Misirə sən niyə görə getmişdin? Variant is D. Keçid alağın 39-cu testdə. Choose the correct variant. Doğru variantı seçirik. Did you eat dinner? Şam yeməyi yedin. Who did you eat dinner? Amma yox, who olsaydı burada with olmalıydı. Kiminlə yedin? Who did you eat dinner with? Bu belə olmalıydı. Ona görə də E variantı səhvdir. Where did you eat dinner? Harada yemisən? Where olar. İndi o bir variantlara baxaq. How did you eat dinner? Bir dəqiqə. Where deyiriksə onun sonundakı, ondan sonra gələn cümləni də oxuyağında. Where did you eat dinner? Sən şam yeməyini harda yemisən? Bura qədər düzdür bu cümlə. İndi deyir ki, I ate it a few hours ago. Mən onu bir neçə saat öncə yemişəm. Onda bu səhvdir. Where səhvdir. Deyir harda yemisən, deyir bir neçə saat öncə yemişəm. Burada zaman bildirmir, axı burada yer bildirir. Ona görə də səhvdir. Bizə zaman bildirən sual sözü lazımdır. Ona görə B variantı səhvdir. How did you eat dinner? Necə yemisən? O da deyir 2 saat öncə yemişəm. Səhvdir. Məntiqcə, tərcüməcə səhvdir. Niyə yemisən? Təbii ki, bu olmaz. When did you eat dinner? Haçan yemisən? Deyir 1-2 saat öncə yemişəm. Variant is E. 40-cı testdə keçid alağın can help me to carry this heavy bag. Bu ağır çantanı götürməkdə kömək edər. Kim kömək edər də belə olar. Kim kömək edər? Who can help me to carry this heavy bag? Bir doğru olar. Sonra how can help me deyirsə onda how can you help me olardı. Sən necə kömək edir? Belə olardı. Ona görə o da orada da you yoxdur. Yəni ümumiyyətlə mübtəda yoxdur. You olmasın. Yəni başqa mübtəda ilə əvəz olunsun. O da yoxdur. Ona görə də 2 tamamilə səhvdir. Why can help me? Why-dan sonra can yenə dedirəm. Can-dən sonra gəlməlidir mübtəda. Ona görə də səhvdir. Yoxdur mübtəda. Deməli why olmaz. Which of you can help me to carry this heavy bag? Sizlərdən hansınız bu ağır çantanı daşımaqda mənə kömək edə bilər? 4 də doğrudur. Variant is D. 40-cı testdə D variantı. Keçid alağın 41-ci testdə can help me to do this difficult sum. Difficult sum yəni çətin məsələ gedir. Çətin məsələnin həlli. Kim mənə çətin məsələni eləməkdə kömək edər? Burada nə vaxt? Yox, harda kömək edər? Olmaz. Who can help? Harda kömək edər? Tərcümə ilə məntiqsiz gəlir. Sonra nə qədər müddətinə kömək edər? Uyğun gəlmir. Kim kömək edər? Doğrudur. Sizlərdən hansınız kömək edərsiniz? Bu da doğrudur. Deməli,
1, 4 olur da cavab E variantı. Deyir, which of you can help me to do this difficult sum? Bu çətin tapşırığı həll etməkdə kim mənə kömək? Sizlərdən hansınız mənə kömək edə bilərsiniz? Birincidə isə kim kömək edə bilər? Kim tərcümə olunur? Variant is A. Keçid alağın 42-ci testdə choose the correct interrogative sentence. Doğru cavabı seçməli, doğru sual variantını seçməli. What lasted 2 hours? Bu cümlədə fikir verin. Bu cümlənin mübtədası yoxdur. Deyir, nə 2 saat davam elədi? Cümlənin mübtədası yoxdur. Yadda saxlayın. Əgər cümlədə mübtəda yoxdursa, verilən sual deməli mübtədanın sualıdır. Fikir verin. Məsələn, gəlin what-u atağın, omit eləyəyin. Yerinə qoyağın, məsələn, our lesson, bizim dərsimiz. Our lesson lasted 2 hours. Bizim dərsimiz 2 saat davam elədi. Gəlin bizim dərsimiz sözünü omit eləyək və yerinə qoyaq, sual qoyaq. Nə davam etdi 2 saat? Yəni, dərsimiz sözünü atırıq. Deyirik, nə davam etdi? What lasted 2 hours? Və burada sual mübtədanın sualı olanda biz bilirik ki, what'dan, who'dan sonra nə gəlməz? Do, does, did gəlməz. Burada da gəlməyib. Və bu sualda mübtədanın sualıdır. Bu what mübtədanın yerinə gəlib. Özündən sonra niyə do, does, did götürməyib? Ona görə ki, mübtədaya sual və mübtədanın təyininə sual veriləndə heç vaxt onlardan sonra, yəni what'dan, who'dan sonra do, does, did gələ bilməz. Burada da gəlməyib. Ona görə birinci variant doğrudur. İkinciyə baxaq. How long lasted the conference? Konferans nə qədər müddət davam etdi? Burada mübtədamız var. Düzdür, mübtədamız nədir? Konferans. Konferans bizim mübtədamızdır. Deyir, konferans nə qədər müddət davam etdi? Əgər mübtədamız varsa, how longdan sonra mütləq do, does, did olmalıydı. Zamanına uyğunda. Yəni do-dursa, konferans təkdədirsə does olmalıydı. Yəni keçmişdədirsə did olmalıydı. Burada amma heç nə gəlməyib. Amma gəlməliydi. Niyə? Çünki cümlənin mübtədası var. Bax, konferans cümlənin mübtədası idi. Burada did olmalıdır. How long did burada konferans gəlməlidir önə. Did the conference last? Bax, belə olmalıdır əslində cümlə. Cümlənin səhvliyinin səbəbi nədir? Cümləyə də mübtədaya sual verilməyib və müddətdir. Burada müddətə sual verilir və müddət bildirilirsə özündən sonra gəlməlidir nə? Auxiliary verb, yəni köməkçi feil. Do, does, did. Bunlar gəlməlidir, amma gəlməyib heç biri. Ona görə də ikinci cümlə səhvdir. Üçüncü cümləyə baxaq. How long did the conference last? Konferans nə qədər müddət davam etdi? Bəli, doğrudur. Konferans mübtədadır. Mübtədaya sual verilməyib. Hardan bildik? Çünki cümlədə mübtəda atılmayıb. Əgər mübtəda atılsaydı, deyərdik, mübtədaya sual verilib. Atılmayıb, konferans olduğu kimi qalıb, mübtədadır. Müddət də zəfli idi. Burada zəflidən sonra how long did olmalıdır. Biz bilirik ki, nədən sonra do, does, did gəlmir? Mübtədaya və mübtədanın təyininə sual veriləndə. Burada isə zəfliyə sual verilib. Ona görə how long did the conference last? Bu doğru cümlədir. 3 bəli, doğrudur. 4-ə baxağın. 4-cü cümləmiz. What did lasted 2 hours? Burada 4-cü cümlədə mübtədaya sual verib. Hələ bir did də qoyub. Mübtədaya sual verəndə özündən sonra did, does, do gəlməz. Ona görə 4-cü variant da səhvdir bu didə görə. Cavab 1 və 3. B variantı. Keçid alağın 43-cü testimizə. Choose the correct variant for both sentences. Yəni elə bir variant seçməliyik ki, hər iki cümlə üçün doğru olsun. Burada gözümə dəydi about sözü. About olanda what about olur və who about olur. Burada da elə who var. Gəlin baxağın doğrudurmu bu who uzlaşırmı yoxsa uzlaşmırmı? Who taught you to play the guitar? Kim sənə gitarda çalmağı öyrətmişdi? Doğrudur. Necə deyirlər, kartlar bir-bir yerinə oturur. İkinciyə baxağın. Who were you talking about? Sən kimin haqqında danışırdın? Bu da doğrudur. Çünki who about-la gedir. When-lə getməz. How-la getməz. Why-la getməz. Where-lə getməz. Variant is E.